Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələr var. Teletibb nədir? Ümumiyyətlə, nəyə görə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi məhz bu sahədə kifayət qədər ciddi, fokuslaşmış şəkildə işlərə başlayır? Bu barədə biləcəksiniz növbəti sujetimizdə. Mən isə onu deyim ki, rayonlarda olan əhalinin həqiqətən də gəlib şəhərdə mövcud olan xəstəxanalarda müayinə keçməyi və günlərlə bəzən qalmağa kifayət qədər böyük xərcdir. Teletibb bu sahədə çox böyük irəliləyişlər edəcək, əminik birlikdə baxaq. Səhiyyə Nazirliyinin təşəbbüsü ilə ölkədə teletibb xidmətinin təşkili və tətbiqi istiqamətində ilk praktiki addım atılıb. Nazirliyin müvafiq əmrinə əsasən yaradılan işçi qrupunun ilk iclası keçirilib. İşçi qrupu Səhiyyə Nazirliyi ilə yanaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarə Etmək Birliyinin aidiyyəti nümayəndələri daxildir. Tədbirdə açılış nitqi ilə çıxış edən Səhiyyə Nazirinin müşaviri Rüfət Hacıəlibəyov tibbi xidmətlərin keyfiyyətinin artırılması və kadr çatışmazlığının aradan qaldırılması bugün səhiyyəmizin əsas prioritetlərindəndir deyə bildirib. Qeyd olunub ki, tibb xidmətlərinin əsasən paytaxtda cəmləşdirilməsi bölgə əhalisinin tibb xidmətlərinə çıxışını çətinləşdirir. Bu, həm maliyyə, həm də zaman baxımından əlavə yük yaradır. Xəstəxanalarda növbələrin uzanmasına, yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Teletibb isə bu problemlərin həllində mühüm vasitə kimi çıxış edəcək. Bu yaxınlarda gənc bir xanımın sosial şəbəkədə videosunu izlədim. Veypdən səsi batmışdı, xəstəxanada idi, ağciyəri aparatlara qoşulmuşdu və bu cihazların içərisində üsyan edirdi. Güclə çıxan səsinlə xahiş edirəm, veyp çəkməyin deyə bağırırdı az qalsın. Yəni, onun bu əziyyətlərini görən insan həqiqətən də veyp çəkərmi? Ölkəmizdə isə metrolarda veyplərin sağlamlığa ziyanı ilə bağlı posterlar və müxtəlif maarifləndirici video çarxlar nümayiş olunur və bunlardan ən çox yayılanı da metrolardadır. Baxaq görək, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məhz veyplərin ölkəmizdə gənclər və digər yaş kateqoriyasına olan insanların qəbul eləməməyi üçün hansı maarifləndirici tədbirlər əl atıb. Bakı metrosunda veyplərin təhlükələri barədə sosial reklamlar yayımlanır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı metropoliteni ilə əməkdaşlığı çərçivəsində əhalinin sıx istifadə etdiyi 6 stansiyada elektron siqaretlərin, yəni veyplərin zərərləri ilə bağlı sosial reklamlar yerləşdirilib. Metronun 28 may, Gənclik, Elmlər Akademiyası, Nəriman Nərimanov, Koroğlu və Neftçilər stansiyalarında yerləşən monitorlarda veyplərin gənc istifadəçilər üçün yaratdığı ciddi təhlükələrə diqqət çəkilir. Sosial reklamların məqsədi əhalinin, xüsusilə yeniyetmə və gəncləri veyplərin fəsadları barədə məlumatlandırmaq və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir. Sonsuzluq, yəni qadının ana ola bilməməyi dünyada epidemiyaya mı çevrilir? Məsələ burasındadır ki, 30 yaşlı xanımların ana olmağı böyük bir problemə çevrilib. Maraqlı xəbərdir, detallı izləyək. Yeni geniş miqyaslı təhlil göstərir ki, qadın sonsuzluğun yükü son 13 illikdə kəskin şəkildə artıb. Yaşa görə standartlaşdırılmış göstəricilər artıb və 30 yaşlılarında olan qadınlar bütün dünyada ən böyük risk altındadır. Scientific Reports jurnalında dərc olunmuş son məqalədə tədqiqatçılar 1990-2021-ci illər arasında sosio-demoqrafik səviyyələr, regionlar və yaşlar üzrə yayılma dəyişikliklərini təhlil edərək və gələcək illər üçün proqnozlar verməklə qadın sonsuzluğundakı qlobal tendensiyaları qiymətləndiriblər. Tədqiqatın nəticələri göstərir ki, 2021-ci ildə 110 milyondan çox qadın sonsuzluqdan əziyyət çəkir ki, bu da 1990-cı ildən bu yana 84% artım deməkdir. Üstəlik 35-39 yaş arası qadınlar daha çox bu xəstəlikdən əziyyət çəkir. Təhlil sosial-demoqrafik indeksin 5 kateqoriyasından qruplaşdırılan 204 ölkə və ərazini əhatə edib. Koronavirus əleyhinə olan peyvəndlərin mütləq şəkildə
tərkibindəki maddələrin ürək xəstəliklərinə səbəb olduğu haqqında ciddi xəbərdarlıqlar edilməlidir. Bu tələblə Amerika Qida və Dərman İdarəsi çıxış edib. Baxaq görək, onlar peyvənd istehsalçılarına hansı tələblər irəli sürüb. Amerika Birləşmiş Ştatları Qida və Dərman İdarəsi COVID peyvəndi istehsalçılarına nadir ürək iltihabı riski ilə bağlı xəbərdarlığı genişləndirməyi tələb edir. Ürək problemlərinin ən yüksək riski Moderna peyvəndi üçün 18-24, Pfizer peyvəndi üçün isə 12-17 yaş arası kişilərdir. Hər iki peyvənd üçün yeni xəbərdarlıqlar 16-25 yaş arası kişilərə şamil ediləcək. Peyvəndlərdən sonra 7 gün ərzində 16-25 yaş arası kişilər arasında hallar daha çox müşahidə edildi, lakin onlar hələ də az sayda idi. Şirkət iddia edir ki, bu qrupda milyon dozada təxminən 38 miokardit və ya perikardit hadisəsi qeydə alınıb. Amerika Birləşmiş Ştatları Qida və Dərman İdarəsi müəyyən qruplar üçün COVID-19 peyvəndini məhdudlaşdırmaq üçün addımlar atır. Payızda ediləcək peyvəndlər yalnız 65 və daha yuxarı yaşda olan böyüklər və ağır COVID-19 infeksiyası olanlara tövsiyə ediləcək. Birinin 18, digərinin isə 15 yaşı vardı. 74 il bir yerdə yaşadılar və eyni gündə həyatlarını itirdilər. Çox maraqlı, romantik bir həyat hekayəsini təqdim edirik. Onu da qeyd edeyim ki, həyat yoldaşının xərçəng xəstəsi olduğunu bilən gündən kişinin aldığı qərar həqiqətən də insanı kövrəldir. Ümid eləyək ki, bu cür sevib sevilən və uzun illər xoşbəxt yaşayan cütlüklər dünyada bol olar. 74 il evli olan cütlük eyni gündə öldü. Birinin 92, o birinin 94 yaşı var idi. Braziliyada evliliklərinin 74-cü il dönümündən 2 gün sonra 10 saat fərqlə həyat yoldaşları Odileta Panzani de Haro və Pachola de Haro vəfat ediblər. Qadın ahıl yaşlarında Alzheimer xəstəliyinə əziyyət çəkib və əri ona qulluq edib. 2023-cü ildə qadına terminal kolon xərçəngi diaqnozu qoyulub. Həyat yoldaşının diaqnozunu öyrəndiyi gündən onunla eyni gündə dünyadan köçmək üçün dua edirmiş. Görünür, cənab Pachola de Haronun duaları qəbul olunub. Həyat yoldaşından 10 saat sonra o da vəfat edib. Ömür boyu parça biznesi ilə məşğul olan 6 övlad valideyni bu cütlük tək analara və ehtiyacı olanlara kömək edən xeyriyyə fondunun da təsisçiləri olub. Son zamanlar sosial şəbəkələrdə çiyələyi yeməmişdən qabaq onu sirkə, su, hətta qab yuyan vasitələrlə yumağa məsləhət görənlər var. Mütəxəssislər isə bunu eləmək olmaz deyirlər. Səbəbi nədir? Videoda biləcəksiniz. Çiyələyi sirkə və ya soda ilə yumayın. Mövsümdən əvvəl yetişən çiyələklərdə pestisidlər və antibiotiklər var. Mütəxəssislər bütün meyvələri zamanında istehlak etməyin tərəfdarıdır. Çiyələk insanları infeksiyalara yoluxdura bilər. Buna görə də gilə meyvə yeməzdən əvvəl onu axar suyun altında bir neçə dəfə yumaq vacibdir. Son zamanlar sosial şəbəkələrdə meyvələrin sirkə, soda ilə və yaxud digər qabyuyan vasitələrlə yuyulması tövsiyə edildiyi videolar izləyirik. Ancaq bu doğru hal deyil. Bu barədə Rusiyalı tibb elmlər namizədi pediatr neonatoloq Anna Levantnaya danışıb. O bildirib ki, gilə meyvə və tərəvəzləri hətta öz bağınızdan da toplanmış olsanız belə bir neçə dəfə yumaq vacibdir. Soda, sirkə və digər məhsulları məsaməli gilə meyvələrdən yumaq çox çətindir. Bu isə yalnız dada deyil, qəbul edəcəyiniz orqanizm üçün faydalı vitaminlərin də tərkibinə təsir edir deyə mütəxəssis bildirib. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.